Doktor, pasiyent ödündə daş olduğunu bilir, amma əməliyyat elətdirmək istəmir. Bu hansı fəsadlarla qarşılaşa bilər? Çox gözəl sualdır. Demək, bəzi insanlar ödündə daş olduğunu bilirlər, amma ağrıları olmadığı üçün həkimə getmək istəmirlər. Və xəstəlik əgər ağrı vermirsə, bu insanlar özlərini xəstə hesab etmirlər. Bu çox yanlış bir yanaşmadır və gözləməklə daha ağır fəsadlara yol aça bilirlər. Dünənləri əməliyyat etdiyimiz hər iki xəstə eyni bu fəsadla müraciət etmişdi. Bu aralar İnsanlar bayram süfrələrində yaxşı yeyib içirlər. Bu yaxşı yeyib içdikdən sonra öd daşları ciddi pристuplar verir. Və bu kəskin ağrılar başladıktan sonra öd kisəsinin irinləməsi, empiyeması baş verə bilir. İrinləmiş empiyemaya düçar olmuş öd kisəsi qısa bir zaman ərzində perforasiya, yəni partlaya bilər. Bu halda həmin irinli öd qarın boşluğuna axmış olacaq və yayılmış bir peritonit yarana bilər. Yayılmış peritonit insan həyatını təhdid edən ağırlaşmalardan biridir. Bundan başqa, öd kisəsində olan daşlar əgər 1 sm-dən kiçikdirsə, yaxşı yağlı yeməklərdən sonra həmin daşlar öd kisəsinin güclü yığılması nəticəsində qovularaq ümumi öd axarına gedə bilər. Bu vaxt xəstələrdə sarılıq və ciddi pристuplarla müşahidə olunur. Xəstələr ürəkbulanma və qusma ilə təcili şəkildə xəstəxanaya müraciət edirlər. Həmçinin uzun müddətli öd daşlarının olması öd kisəsinin xərçənginə səbəb ola bilər. Ümumiyyətlə, əgər sizdə və yaxud yaxınlarınızda öd kisənizdə daş varsa, heç bir ağrı və yaxud fəsad gözləmədən öz etibar etdiyiniz mütəxəssisə müraciət etməyinizi sizə tövsiyə edirəm. Diqqətiniz üçün sağ olun.